Salam, hər vaxtınız xeyir. Bu günləri mən sizlərə düşündürücü və qarışıq tipli sual nizamını verəcəm. Gəlin 84-cü sual nizamına baxaq. Deyir ki, hansı nümunədə əsas kisələrindən ikisi, əsas kisələrindən, eyni zamanda köməkçi kisələrindən də üçü işləməmişdir deyir. Deyir ki, o indi babasının da nəvazişini hiss etmək istədi və artıq babasının ona qarşı olan münasibətini necə dəyişdiyini və yumşaldığını düşündü. Bax, mən bunu A-nı atacağam. Niyə görə atacağam? Çünki burada 5 dənə köməkçi kisəmiz var da, biz bunu bilirik. Burada deyir ki, 5 dənə köməkçi kisəsinin 3-ü işləməsin deyir. Amma burada 3 dənəsi işlənib, 2 dənəsi işləməmişdir. Ədəd var, bağlayıcı var, bir də qoşma var. 2 dənəsi işləməmişdir. Amma burada deyir ki, bizdə 3 dənəsi işlənməsin deyir. Ona görə mən A-nı atacağam. Baxıram B-yə. Deyir ki, düşünürdü ki, nənələrin hamısı Gönçə kimi mehribandır, nəvələrini çox sevirdi. Düşünürdü ki, bağlayıcı var. O birisləri heç təhlil eləmirəm, rahat qaydada tapıram. Gönçə kimi qoşma var. Və çox. Ədad, bağlayıcı və qoşma oldu. Ona görə bunu da atıram. Burada 3 dənə işləməsin deyir, amma burada 3 dənə işlənibdir. Baxıram C-yə. Deyir ki, dərənin mənzərəsinin aydın görünməyi üçün ağacları böyük bir pəncərənin iki tərəfindən əkdi. Burada 4 dənə köməkçinin hissəsi işlənməmişdir. Eyni zamanda da bir dənə əsas hissəsi işlənməmişdir. Ona görə C-ni də atacağam. Baxıram D-yə. Quyunun başına gedib əl üzünü yudu, paltarlarını dəyişəndən sonra qayıdıb həsrin yanına uzandı. Burada da bir dənə köməkçinin hissəsi işlənmişdir. Burada 3 dənə köməkçinin hissəsi işlənməsin deyir. Yəni 4 dənə köməkçinin hissəsi bu nümunədə işlənməmişdir. Bunu da atacağam. Avtomatik cavabımız Y variantı qalır. Gəlin baxaq görək Y doğrudurmu? Ayaz ehtiyatla evlərinin qapısını açsa da, atası da, anası da evə birinin gəldiyini anladılar. Deməli, burada da ədaddır, açsa da. Amma atası da, anası da olan da isə tabeçilik bağlayıcısı, yəni iştirak bağlayıcısıdır. 2 dənə köməkçi hissəsimiz var. 3 dənə yoxdur. 3 dənə yoxdur. Və əsas hissələrindən də Ayaz isim, ehtiyatla zərf, açsa da feil, birinin say. 4 dənə əsas hissəsimiz var. 2 dənəsində işlənməmişdir. Deməli, həqiqətən də cavabımız Y variantıymış. Ümumiyyətlə, belə testləri eləyərkən məntiqlə düşünün. Mütləq onları bir-bir təhlil eləməyin. Rahat qayda ilə başlayın.